Gehinnom, dünyadakı ən dəhşətli yer. Cəhənnəm təsvirinin Gehinnomdan ilhamlandığı deyilir. Minlərlə günahkar və günahsız insanların, hətta körpələrin tələf edildiyi bu yerdə nələr baş verir? Qədim İsrail krallığı dövründə burada günahkarlar, cinayətkarlar və edam cəzasına məhkum olanlar günlərlə işgəncələrə məruz qalır, bədən üzvləri kəsilir, hətta bəzi insanlar qız və oğul övladlarını inandıqları tanrı Molikə qurban vermək məqsədi ilə yandırırdılar. Molikin bilinən bəzi adları Melek və Malikdir. Bir dövr bu dərə Roma imperiyasının özlərinə tabe olmayanları müxtəlif üsullarla cəzalandırdığı yer kimi də bilinir. Gehinnom dərəsində o qədər insan yandırılırdı ki, burada günlərlə sönməyən alov mövcudluğunu qoruyurdu. Hətta bu dərənin adı İvritcədən alov gölü kimi tərcümə edilir. Ərəbcəyə isə bu söz cəhənnəm olaraq keçir. Əslində isə bu yerin tam adı Geben Hinnomdur, yəni Hinnom oğullarının dərəsi. İndi isə bu yerdə keçmişin izləri silinib. Ətraf yaşıllıqlarla dolu, yaşayış yerləri ilə əhatələnmiş vəziyyətdədir.